Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub. Hadisə şəhərin İdarəlik prospekti ilə Mirzə Abbas Abbaszadə prospektlərinin kəsişməsində qeydə alınıb. Belə ki, qadın sürücünün idarə etdiyi Chevrolet markalı minik maşını 13 nömrəli xətt üzrə hərəkət edən Bakuba şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb. Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. Xəbər verilir ki, Hyundai markalı avtomobil idarəsindən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü 27 yaşlı Emil Əmrəliyev hadisə yerində ölüb. Araşdırma aparılır.